İnvestaz İnvestor şirkəti sizi salamlayır. Forex maliyyə bazarlarında avronun dollara nisbətən məzənnəsi 1 dollar 10 sentə kimi bahalaşsa da, digər tərəfdən analitiklərin məzənnənin yenidən 1 dollar 07 sentə kimi ucuzlaşa biləcəyi ehtimalları da güclənir. Bununla yanaşı Bakı vaxtilə bugün 16:30-da açıqlanacaq Amerikan əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar və bazar günü Fransada keçiriləcək prezident seçkisinin yekun mərhələsi də investorların diqqət mərkəzindədir. Bütün bunları nəzərə alaraq isə bugün və gələn həftənin ilk günlərində dünya birjalarının ticarət aktivinin daha da yüksəlməsi gözlənilir. Əlavə məlumatlar üçün isə investaz.az/analiz saytından istifadə edə bilərsiniz. İnvestaz İnvestor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.